Hər kəsin ot çərşənbəsi mübarək olsun. Bu gün süfrəmizi nurlandıran, çox ləzzətli, ətirli qozlu kətə reseptini paylaşıram. Gəlin bu bayram ləzzətini birlikdə hazırlayaq. İlk olaraq xamanı yumurta ilə qarışdırıb hələ ki qoyuruq bir kənara. Dərin bir qaba un, duz, qabartma əlavə edib qarışdırırıq. Unun üzərindən soyuq kərə yağını rəndələyib əllərimizlə umac edirik. Ortasında bir dəlik açıb bura yumurtalı və xamalı qarışımı əlavə edib yumşaq bir xəmir yoğururuq. Xəmiri salafan paketə qoyub 20 dəqiqəlik soyuducuda saxlayırıq. O vaxta kimi isə içliyini hazırlayaq. Qozun üzərinə şəkər tozu, hil və yumurtanın ancaq ağını əlavə edib qarışdırırıq. Sarısını isə üzəri üçün saxlayırıq. Xəmiri düzbucaqlı formada nazik yayıb və kənarlardan biraz məsafə saxlamaqla içliyi üzərinə çəkirik və rulet formasında bükürük. Dostlar, əgər videomu bəyənirsinizsə, like etməyi də unutmayın. Üzərinə yumurta sarısı çəkib çəngəl ilə naxışlar qoyuruq və fiqurlu bıçaqla kəsirik. Əvvəlcədən 170 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişiririk. Qoy evinizdən hər zaman xoş bahar və şirniyyat ətri gəlsin. Hələlik.